Yaxşı uşaqlar, deməli mürəkkəb cümlənin iki növü var. Bunun birincisi tabes mürəkkəb cümlələrdir. Gəl tabes mürəkkəb cümləni izah etməyə çalışaq. Siz də qulaq asıb başa düşməyə çalışın. Deməli tabes mürəkkəb cümlələrlə tabeli mürəkkəb cümlələrin ən böyük fərqi ondan ibarətdir ki, tabesiz mürəkkəb cümlədə bunun tərkibinə daxil olan cümlələr bir-birindən asıllıq yaratmır. Bir-birinə bərabər şəkildə olur, bərabər hüquqlu olur. Biz bunu hansı əlaqədə də keçmişik? Tabesli əlaqəsində keçmişik. Yadına salsan, sən tabesli əlaqəsini harda görürdün? Bir həmcins üzvlərin arasında, bir də tabes mürəkkəb cümlədə, düzdür? Deməli, tabesizlik nə deməkdir? Bərabər hüquqluluq deməkdir. Tabes mürəkkəb cümlə neçə dənə sadə cümlədən ibarət olursa olsun, həmin sadə cümlələrin heç biri bir-birindən asılı deyil, hamısı bir-birinə bərabər hüquqludur. Əvvəlcə bunu bilmək lazımdır. Cümlələr bir-birinə bərabər hüquqludur. Tabeli mürəkkəb cümlədə isə tam tərsinə olacaqdır. Yəni bir cümlə, budaq cümlə baş cümlədən asılı vəziyyətdə olmuş olacaqdır. İndi gəl tabes mürəkkəb cümlənin növlərinə baxmağa çalışaq. Tabes mürəkkəb cümlənin 6 dənə növü var. Birincisini yazıram. Zaman əlaqəli. Zaman əlaqəli tabesiz. İkini yazıram. Ardıcıllıq əlaqəli tabesiz. Bunların ara verməyimdə məqsədim odur ki, hərəsinə aid bir-iki dənə açar söz yazacağam. Açar sözlərlə asan yadınızda qalsın deyə. Ardıcıllıq əlaqəli tabesiz. Daha sonra səbəb nəticə əlaqəli tabesiz. Səbəb nəticə əlaqəli tabesiz. Daha sonra gəlir aydınlaşdırma əlaqəli tabesiz. Aydınlaşdırma əlaqəli tabesiz. Bugün hamısını keçəcək sizlə. 5-ci isə qarşılaşdırma əlaqəli tabesiz. Qarşılaşdırma əlaqəli tabesiz. 6-cı bölüşdürmə əlaqəli tabesiz. Bölüşdürmə. Yazdıqca siz də özünüzdə qeyd eləsəniz yaxşı olar. Bölüşdürmə əlaqəli tabesiz. Gəl başlayaq birincidən. Ortadan da yazaq, başlayaq. Deməli, birinci nədir? Zaman əlaqəli tabesiz. Zaman əlaqəli tabesizin haqqında danışmağa çalışaq. Görək biz bunu nəyindən, hansı xüsusiyyətlərindən tanıya bilərik. Zaman əlaqəli tabesiz mürəkkəb cümlədə bu cümlələrin tərkibində eyni zamanda baş verən hadisələr sadalanır. Deməli, bunun tərkibindəki cümlələrdə hadisələr eyni zamanda baş verir. Eyni zamanda baş verir. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə eyni zamanda baş verən hadisələri sadaladığı üçün belə tərkib hissələri 2-də ola bilər, 3-də ola bilər, 4-də ola bilər. Yəni müxtəlif sayda sadə cümlələrdən təşkil oluna bilər. Məsəl üçün, baxaq. Nümunə yazaq. Nümunə yazırıq, deyirik ki, başqa bir rəng seçək, sarı ilə eləyək. Nümunə yazaq, deyək ki, məsəl üçün, ağaclar, rəng yaxşı olmadı. Ağaclar yarpaqlayır, güllər açır, torpaq cana gəlirdi. Fikir verəsi olsan, bunların hamısı
eyni anda baş verən hadisələrdir. Ağaclar yarpaqlayanda eyni zamanda güllər də açır. Eyni zamanda torpaq da cana gəlir. Zaman əlaqəli tabe cümlələr bilirsiniz necə cümlələrdir? Sən bir baxışla baxanda baş verən hadisələrin hamısını eyni anda görə bilirsən. Eyni anda baxanda görürsən bu tərəfdə ağac yarpaqlayıb, bu tərəfdə gül açıb, bu tərəfdə də torpaq cana gəlir. Torpaq yaşıllaşır mənasında. Sən bir baxışda bütün hərəkətləri bir nəzərlə, bir baxışla müşahidə edə bilirsənsə, bu zaman əlaqəli tabesizdir. Və yaxud da deyirəm ki, ikinci cümləni yazaq. Onun əlləri əsir, gözü qaralır, dili söz tutmurdu. Sənin qabağında kimsə həyəcan keçirir, baxırsan ki, onun əlləri əsir, eyni zamanda gözü qaralır, eyni zamanda da dili söz tutmur. Sən bir baxışda bunların hamısını eyni anda müşahidə edə bilirsənsə, bu zaman əlaqəli tabeis mürəkkəb cümlədir. Zaman əlaqəli tabeis mürəkkəb cümlələrin açar sözü nə ilə yazaq? Bunun açar sözü eyni zamanda sözüdür. Eyni zamanda. Sən əgər cümlələrə eyni zamanda açar sözünü əlavə eləyə bilirsənsə, o zaman əlaqəli tabeis mürəkkəb cümlədir. Gəl baxaq. Ağaclar yarpaqlayır, eyni zamanda güllər açır, eyni zamanda torpaq cana gəlir. Onun əlləri əsir, eyni zamanda gözü qaralır, eyni zamanda dili söz tutmurdu. Zaman əlaqəli tabeis mürəkkəb cümlələrdə cümlənin əvvəlində zaman zərflikləri və yaxud yer zərflikləri verə bilər. Onun verdiyi zərfliklər bütövlükdə cümlələrin hamısına aid olur. Məsəl üçün, deyirik ki, ağaclar yarpaqlayır, güllər açır, torpaq cana gəlirdi. Mən bura bir dənə cümlə yazsam ki, bir dənə daha doğrusu zaman zərfliyi yazsam ki, yaz gələndə, nə zaman? Yaz gələndə zaman zərfliyidir də. Yaz gələndə ağaclar yarpaqlayır, güllər açır, torpaq cana gəlirdi. Bu halda bu yaz gələndə zaman zərfliyi 3 cümlənin üçünə də aid olmuş olacaq. Nə zaman ağaclar yarpaqlayır? Yaz gələndə. Nə zaman güllər açır? Yaz gələndə. Nə zaman torpaq cana gəlir? Yaz gələndə. Yəni bu zaman əlaqəli tabeis mürəkkəb cümlələrin əvvəlində verilən zaman zərflikləri və yaxud yer zərflikləri deyə bilərdik ki, kənddə, şəhərdə ağaclar yarpaqlayır, güllər açır, torpaq cana gəlirdi. Yer zərflikləri, zaman zərflikləri onun tərkib hissəsinə daxil olan bütün sadə cümlələrin hamısına aid olmuş olur. Zaman əlaqəli cümlələrdə həm də biz müxtəlif bağlayıcılar artıra bilirik cümlələrə. Deməli, bir dənə artıra bildin eyni zamanda sözünü. Bir də gəl başqa bir cümlə yazaq. Məsəl üçün, deyirəm ki, başqa bir rəng yazaq. Yox, elə bir yaxşıdır. Maşınların səsindən qulaq tutulur. Qulaq batır, olsun lap. Qulaq batır. Şəhərin qaranlığı ürəyinə qorxu salırdı. Ürəyinə qorxu salır. Qorxu salırdı. Gəl bu cümləni təhlil edək. Maşınların səsindən qulaq batır, şəhərin qaranlığı ürəyinə qorxu salırdı. Gəl bu cümləni təhlil eləyəsi olsaq, qulaq batır. Qulaq batır şeydir də, şəxsi cümlədir. Şəhərin qaranlığı ürəyinə qorxu salırdı. Ürəyinə qorxu salırdı, nə şəhərin qaranlığı isə müəyyən şəxsi cümlədir. Bu zaman əlaqəli tabeis mürəkkəb cümlədir. İndi gəl görək, bunun tərəfləri arasına hansı bağlayıcıları artırsaq, sənin üçün tapmaq asan olar. Deyərsən ki, maşınların səsindən qulaq batır, həm də şəhərin qaranlığı ürəyinə qorxu salırdı. Deməli, həm də açar sözlərini cümlələrin əvvəlinə artıra bilirsənsə, o zaman əlaqəli mürəkkəb cümlədir. Deməli, eyni zamanda həm də açar sözlərindən
və yaxud həm də hərəkətin təsdiqini bildirir. Bunların əksi də ola bilər. Məsəl üçün, hərəkətin icra olunmadığını baş vermək üçün biz nədən istifadə edirik? Hansı bağlayıcıdan? Nə də. Nə maşınların səsindən qulaq batır, nə də şəhərin qaranlığı ürəyinə qorxu salırdı. Çünki o kənddə idi, çıxıb kəndə getmişdi. Maşınların səsindən də, şəhərin qaranlığından da uzaqlaşmışdı. Nə maşınların səsindən qulaq batır, nə də şəhərin qaranlığı ürəyinə qorxu salırdı. Deməli, nə də hərəkətin inkarını bildirdiyi halda həm də hərəkətin təsdiqini bildirəcək. Sən zaman əlaqəli tabeis mürəkkəb cümlədə işlədəcəyin açarlar eyni zamanda sözüdür. Həm də bağlayıcılarıdır. Bir də nə də bağlayıcılarıdır. Əgər cümlələrin əvvəlinə bunlardan hər hansısa birini artıra bilirsənsə, olur zaman əlaqəli tabeis mürəkkəb cümlə. Gəldik ardıcıllıq əlaqəli tabeissə. Rəngin dəyişək, fərqli olsun. Gəldik nəyə? Ardıcıllıq əlaqəli tabeisiz. Ardıcıllıq əlaqəli tabeis mürəkkəb cümlədə adından məlum olduğu kimi hərəkətlər necə icra olunur? Ard-arda, bir-birinin ardınca icra olunur. Və birinci hərəkət bitdikdən sonra ikinci başlayır. İkinci hərəkət bitdikdən sonra varsa üçüncü başlayır. Deməli, ardıcıllıq əlaqəli tabeis mürəkkəb cümlələrdə necə baş verir? Bunu da məsəl üçün yazaq. Bu rənglə. Ardıcıllıq əlaqəli tabeis mürəkkəb cümlədə hərəkət bir-birinin ardınca baş verir. Bir-birinin ardınca. Bayaq zamanda eyni anda baş verirdi. Bunlar isə bir-birinin ardınca baş verir. Ardınca baş verir. Yəni biri bitir, biri başlayır. Deyirəm ki, bunu dəyişək, eləyək. Bu rəng. Zəngin səsi kəsildi. Dərs başladı. Birini də yazaq cümlənin. Ən məşhur cümlələrdən biri. Avtobus dayandı. Sərnişinlər düşdü. Sərnişinlər düşdü. Fikir ver. Zəngin səsi kəsildi. Nə? Zəngin səsi. Başladı nə? Dərs. Fikir ver. Zəngin səsi kəsildi, qutardı. Birinci hərəkət icra olundu, qutardı. Daha sonra ikinci hərəkət başladı. Dərs başladı. Avtobus dayandı. Birinci hərəkət bitdi. Avtobus dayandı, qutardı. Ondan sonra ikinci hərəkət başladı. Düşdü. Kim? Sərnişinlər düşdü. Deməli, ardıcıllıq əlaqəli tabeisizdə birinci hərəkət bitdikdən sonra ikinci başlayır, ikinci bitdikdən sonra varsa üçüncü, ondan sonra da varsa dördüncü başlayır. Zaman əlaqəli, ardıcıllıq əlaqəli tabeis mürəkkəb cümlələrinin açar sözləri uşaqlar. Bunun açar sözləri birinci hərəkət daha əvvəl olduğuna görə birinci cümləyə əvvəl sözünü artıra bilirsən, ikinci cümləyə isə sonra sözünü artıra bilirsən. Gəl baxaq. Əvvəl zəngin səsi kəsildi, sonra dərs başladı. Əvvəl avtobus dayandı, sonra sərnişinlər düşdü. Deməli, ardıcıllıq əlaqəli tabeisizdə sənin işlədəcəyin açar söz nədir? Birinci cümləyə əvvəl, ikinci cümləyə sonra artırmaq olur. Əgər birinci cümləyə əvvəl, ikinci cümləyə sonra artırırsansa, bu nədir? Ardıcıllıq əlaqəli tabeis mürəkkəb cümlədir. Gəl indi baxaq nəyə? Bəzən elə cümlələrimiz olur ki, ardıcıllıq baş verir. Amma hərəkəti eyni mübtəda
icra etdiyi üçün biz ona ardıcıllıq əlaqəli tabesiz yox, sadə cümlə deyirik. Məsəl üçün baxaq. Deyirəm ki, o məktəbə çatdı. Qaçaraq sinifə girdi. Gecikdiyi üçün üzr istədi. Burada hər hansısa bir ardıcıllığı biz müşahidə edirik. O məktəbə çatdı, qaçaraq sinifə girdi, gecikdiyi üçün üzr istədi. Yəni bunlar hərəkət bir-birinin ardınca baş verir. Amma hamısını eləyən kimdir? Çatan da odur, qaçaraq sinifə girən də odur, üzr istəyən də. Bunu da hardan aparaq? Odur, düzdürmü? Üç hərəkətin üçünü də bir nəfər elədiyinə görə bu cümlə necə cümlədir? Sadə cümlədir. Diqqətli olmaq lazımdır. Hər hərəkəti başqa mübtəda etməlidir. Onda ardıcıllıq əlaqəli tabesi olur. Aydındır, birinci mübtəda və xəbərləri tapırsan, sonra mənasına baxırsan. Mübtəda və xəbər tapmadan mənasına baxası olsan, deməli, nə edəcəksən? Səhv eləyəcəksən. Deməli, videomuz 16 dəqiqədir. Yaxşı, qoy səbəb-nəticə əlaqəlini də izah eləyək. Üçündə başqa video çəkərik. Gəlir səbəb-nəticə əlaqəli tabes. Bunu da başqa rəng eləyək, seçilsin bir-birindən. Tutalım olsun. Yaşıl, bu rəng. Səbəb-nəticə əlaqəli. Səbəb, nəticə, əlaqəli. Səbəb-nəticə əlaqəli tabes mürəkkəb cümlələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, birinci tərkib hissədəki işin səbəbi, ikinci tərkib hissədəki cümlə isə onun nəticəsini bildirir. Birinci tərəf səbəbi bildirəcək, ikinci tərəf ondan yaranan nəticəni bildirəcək. Və bu, necə deyim, birinci tərəf var deyə ikinci tərəfin olması, yaranması qaçınılmaz olacaq. %100 olmalıdır və yaxud tərsinə. İkinci tərəfdəki iş olubdu deyə, daha doğrusu birinci tərəf olmasaydı, ikincidəki də olmazdı. Gəl baxaq nə deyirik. Deyirəm ki, o bir anlıq büdrədi. Əlindəki çanta yerə düşdü. O bir anlıq büdrədi, əlindəki çanta yerə düşdü. O bir anlıq büdrədi, bu sənin səbəb hissəndir. Bax, bu sənin səbəb hissəndir. Əlindəki çantanın yerə düşməyi isə sənin nəticə hissəndir. Nəticə. Aydındır? O bir anlıq büdrədi deyə əlindəki çanta yerə düşdü. Bax, elə nağd yerindən burada sənin açarların çıxdı. Hansı açarların çıxdı ki, qırmızı ilə yazaq. Sənin o açarların çıxdı ki, birinci cümləyə deyə artıra bilirsən, deyə. İkinci cümləyə də ona görə də artıra bilirsən. Birinci cümləyə deyə artıra bilirsən, ikinci cümləyə də ona görə də artıra bilirsənsə, bu sənin nəyindir? Səbəb-nəticə əlaqəli cümləndir. Deməli, birinci cümləyə deyə, ikinci cümləyə ona görə də. Bu sənin səbəb-nəticə cümlələrində işlədə biləcəyin açar sözlərdir. Bəzən səbəb-nəticə ilə bu ardıcıllığı uşaqlar səhv salırlar. Niyə səhv salırlar? Ona görə ki, açar sözlərdən düzgün istifadə edə bilmirlər. Səbəb-nəticə əlaqəli cümlələrdə də bir ardıcıllıq baş verir. O birinci büdrüyür, daha sonra əlindəki çanta yerə düşür. Amma büdrəməsəydi, əlindəki çanta yerə düşməzdi.
İkinci hərəkət olubdur, ona görə olubdur ki, birinci olub. Birinci hərəkət əgər olmasaydı, ikinci hərəkət də olası deyildi. Səbəb nəticə əlaqəsində ikinci cümlədəki hərəkət məcburidir, məcburi. Birinci olub deyə, ikinci məcburi olmalıdır. Məcburidir. Amma ardıcıllıqda məcburi deyil. Zəngin səsi kəsildi, dərs başladı. Bu məcburi deyil, dərs başlamaya da bilər. Uşaqları iclasa da apara bilərlər. Avtobus dayandı, sərnişinlər məcbur deyil düşməyə. Bəlkə heç axırıncı dayanacaq deyil. Və o məktəbə çatdı, müəllim onu sinifə buraxdı. Müəllim uşağı sinifə buraxmağa məcbur deyil. Buraxmaya da bilərdi. Amma səbəb nəticə əlaqəli cümlələrdə birinci cümlə baş verib deyə, ikincinin baş verməsi məcburi şəkildə olmalıdır. Olmasa olmaz. Məsəl üçün, ən məşhur cümlələrdən yenə torpağı duz basmışdı. Kəndlilər köçüb getmişdi. Kəndlilər köçmüşdü. Uzatmayaq. Bax, indi qulaq as. Bəzən uşaqlar deyir, ay müəllim, birinci torpağı duz basır, sonra kəndlilər köçür gedir də. Mən onu başa düşürəm. Amma torpağı duz basmasaydı, kəndlilər də köçüb getməyəcəkdi. Birinci hərəkət olub deyə, ikinci artıq məcburidir. Bunlar məcburi çıxıb gediblər. Aydındır? Birinci hərəkət olmasaydı əgər, ikinci hərəkət olası deyildi. Başa düşürük ortadakı məzmunu. Səbəb nəticə əlaqəli cümlələrdə birinci hərəkət olmasa, ikinci hərəkət olmaz, baş verməz. Amma ardıcıllıq əlaqəli tabesi də bir-birindən bağımsızdırlar. Ola da bilər, olmaya da bilər. Bunların ən böyük fərqi bundan ibarətdir. Digər videoda da qalanını izah eləyəcəm indi.